Nə qazandırdı bizə bu cümhuriyyət? Nə qazandırdı o xalqa? Cümhuriyyət bizə dövlətçilik ənənələrimizin davamını qazandırdı. Siz bilirsiniz ki, Azərbaycanın dövlətçilik ənənələrinin tarixi 5000 ilə yaxındır. 5000 illik bir tarixi dövrü əhatə edir və bu cümhuriyyət bizə bax bunu mirasını bizə daşıdı və Cümhuriyyətdən də sonra Azərbaycan Respublikası buna sahib çıxmış oldu. Deməli, Cümhuriyyət 3 hakimiyyət qolundan ibarət idi. Bu parlament idi, hökumət idi və məhkəmə hakimiyyəti idi. Cümhuriyyət qurulandan sonra bizim diqqət yetirməmiz gərəkən məsələlərdən biri çox qısa vaxt ərzində Azərbaycan diplomatik əlaqələrini genişləndirdi. Burada biz qonşu Türkiyəni, İranı, Gürcüstanı qeyd edə bilərik. Bundan başqa Amerika Birləşmiş Ştatlarını, İsveç, İsveçrə, Finlandiya, Ukrayna, İtaliya, Fransa, Almaniya ilə əlaqələr genişləndi. Siz təsəvvür edin, 23 ay ərzində Azərbaycanın o intellektualları, o görkəmli dövlət xadimləri belə bir məsələnin həll etmişlər və Azərbaycanı demək olar ki, regiondan kənarda tanıtmağı bacarmışlar. Dövrdə bizim Xarici İşlər Nazirlərimiz Məhəmməd Həsən Hacınski, daha sonra Əlmərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məhəmməd Yusif Cəfərovun adlarını çəkmək olar ki, bu insanlar Azərbaycanın müasir beynəlxalq münasibətlərə inteqrasiyasının başlanğıcında kifayət qədər vacib rol oynadılar. Mən qeyd etmək istərdim ki, Cümhuriyyətin yadda qalan tərəqqisindən də biri də təhsil sahəsində. Azərbaycan dilinin inkişafı ilə bağlı olan 27 iyun tarixli qərar idi. Bu çox vacib bir qərar idi. Cümhuriyyətdə Azərbaycan türk dili rəsmi dövlət dili elan olundu. Bax, bu məsələ bizim üçün kifayət qədər vacib məsələdir. Daha sonra 1918-ci ilin 22 iyun tarixində Qori müəllimlər seminariyasına Bakıya köçürülməsi, Azərbaycana köçürülməsi ilə bağlı məsələ qaldırılmışdı. Bu da çox vacib bir məsələ idi. 1919-cu ilin əvvəllərində ölkədə 637 ibtidai məktəb, 23 orta ixtisas məktəbi fəaliyyət göstərirdi. Bakı Dövlət Universitetinin bünövrəsi də. Bəli. Deməli, Dövlət Universitetinin də bünövrəsi 1919-cu ilin 1 sentyabr tarixində atılmış oldu. Və Cümhuriyyətin təhsil sahəsində mən deyərdim ki, ən böyük nailiyyətlərindən də biri Cümhuriyyətin vasitəsilə tələbələrimizin xaricə təhsil almağa göndərilməsi oldu. 100 və 100-dən yuxarı Azərbaycanlı gənclərimiz Almaniya, Fransa, Türkiyə və digər ölkələrə göndərildilər. Onlar əsasən mühəndislik sahəsində ixtisaslarına yiyələnmək üçün, hüquqşünas sahəsində ixtisaslara yiyələnmək və digər sahələrdə də ixtisaslara yiyələnmək üçün, kadr potensialını artırmaq üçün Cümhuriyyətimiz bu addımı atmış oldu. Bu böyük bir hadisə idi. Yəni, siz təsəvvür edin ki, heç bir inkişafın, doğru düzgün inkişafın getmədiyi regionda Azərbaycan dövləti qısa bir vaxt ərzində belə bir deməli, məsələni həll etdi öz təhsil siyasətində. Deməli, mən bir də toxunmaq istərdim bizim ordu quruculuğumuza. Siz bilirsiniz ki, bir dövlətin yaşaması üçün onun ordusu, güclü ordusu olmalıdır. Ordu olmadan biz heç bir şeyə güclü, sizin də qeyd etdiyiniz kimi güclü iqtisadiyyatı və güclü ordusu olmayan dövlət deməli, heç bir əlaqələr, praqmatik münasibətlər qura bilməz. Bu baxımdan Azərbaycan hökumətinin 3-cü, 4-cü və 5-ci kabinəsinin hərbi naziri olmuş Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin, onun müavini Əliağa Şıxlinskinin adlarını mən xüsusilə qeyd etmək istəyirəm ki, bu şəxslər təcrübəli şəxslər idi. Çünki onlar Cümhuriyyətdən qabaq Çar Rusiyasında kifayət qədər hərbi biliklərə malik idilər. Yəni, Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun həm nəzəri təcrübələri var idi. Onlar həm də bir elmi nəzəri təcrübələr irəli sürən dahi şəxsiyyətlər idi, generallar idi. Həm də praktik olaraq Cümhuriyyət ordusunun qurulmasında, nizamlanmasında onlar böyük rol oynadılar.
Bu o dövr üçün misli görülməmiş bir hadisə idi. O və onların əməyi də Xalq Cümhuriyyətinə qədər artıqca Rusiyası tərəfindən çox yüksək qiymətləndirilmişdi. Demək, o məsələlərə çox toxunmaq istəmirəm. Onlar müharibələrdə iştirak etmişlər. Çar Rusiyasının qoşulduğu müharibələrdə kifayət qədər igidliklər göstəriblər. Medallarla, ordenlərlə təltif olunublar. Bax, belə bir vəziyyətdə, çətin bir vəziyyətdə bizim generallarımız Azərbaycanda ordu quruculuğu siyasətinin təməlinin qoyulmasında böyük işlər görmüş oldular. İqtisadiyyata gəldikdə, Cümhuriyyətin iqtisadiyyat sahəsində bir sıra mühüm işlər görülmüşdü. Bundan da ən böyüyü neft sənayesinin ağır vəziyyətdən çıxarılması idi. O dövrdə Xalq Cümhuriyyətindən əvvəl bilirsiniz ki, Azərbaycanda enerji məsələsi sırf rejimin diktəsi altında idi. Daha sonra isə çox çətinliklərlə də olsa Azərbaycan Cümhuriyyəti bu məsələni neft sənayesinin inkişafı məsələsinə öz münasibətini bildirə bildi. Daha sonra Bakı-Culfan dəmir yolunun inşası gerçəkləşməyə başladı Cümhuriyyət dövründə. Ardından Kür çayı üzərində körpü salındı. Biz bu məsələyə də kifayət qədər toxunmalıyıq. Daha sonra sizin də qeyd etdiyiniz kimi Azərbaycan Dövlət Bankı yarandı. Azərbaycanın milli pul nişanları buraxılmağa başladı və Xəzər dəniz gəmiçiliyinin inkişafı da bax bu dövrdə başladı. Bax bu qeyd olunan məsələlər Azərbaycan iqtisadiyyatının təməlində o dövr üçün kifayət qədər vacib bir məsələ idi. Siz təsəvvür edin, yeni yaranan bir cümhuriyyətdə bu maştabda böyük işlərin görülməsi üçün yüksək səriştə lazım idi. Yüksək pərəstiş, bəli, yüksək peşəkarlıq lazım idi və sizin də qeyd etdiyiniz kimi çox qısa müddət ərzində 23 ay elə də böyük bir dövr deyil. Belə bir dövr ərzində Azərbaycanın intellektualları, biz onları nə qədər vəsf etsək də düşünürəm ki, azdır. Cümlələr belə acizdir onları vəsf etmək. Çünki o insanlar Azərbaycan Cümhuriyyətinin ilk qaranquşlarıdır. O insanlar təmənnasız özlərini Cümhuriyyətə fəda edən insanları, bax bu baxımdan onların əməyini təbii ki, qədir bilən xalqımız, dövlətimiz onların əməyini çox yüksək qiymətləndirir. Bundan başqa biz Cümhuriyyətdən danışarkən mütləq şəkildə Azərbaycanın mədəniyyəti ilə bağlı görülən işlərə mütləq şəkildə toxunmalıyıq. Bizim Azərbaycan Dövlət Teatrının açılışı Cümhuriyyət dövründə mədəni həyatın ən parlaq nümunəsi idi. Teatr. Çünki teatr olmadan biz heç bir mədəni inkişafa nail ola bilmərik. O dövr üçün də bu kifayət qədər vacib bir məsələ idi. Daha sonra 1918-ci ilin sonlarına doğru Bakıda Türk gecələri konsertləri keçirilərdi. Bəlkə də bu az bilinən bir məsələdir. 18-ci ilin sonlarına doğru. Bax, bu da maraqlı bir hadisə idi o dövr üçün. Daha sonra memarlıq və heykəltaraşlıq sənəti inkişaf etməyə başlayırdı. Bu sahədə də müəyyən uğurlarımız var idi. Daha sonra Bakı Texniki Məktəbinin nəzdində heykəltaraşlıq sinfi açılmışdı. Bunu da qeyd edə bilərik. Və Xalq Maarif Nazirliyi tərəfindən Gəncədə Nizaminin məqbərəsinin tikintisinə 500.000 manat o dövrdə ayrılmışdı. Bu da kifayət qədər böyük məbləğ idi. Büdcəsi yeni formalaşan bir dövlətin Azərbaycanın dünya şöhrətli mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinin tikilməsinə ayırdığı vəsait də o dövrdə dövrün mətbuat səhifələrində öz əksini tapmışdı. Bax, bu da çox vacib bir məsələdir. Biz bunu qeyd etməliyik. Daha sonra İstiqlal Muzeyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin böyük nailiyyətlərinin mədəniyyət sahəsində atılmış böyük nailiyyətlərdən biri idi. Çünki Azərbaycanda muzey işinin təşkili Cümhuriyyət dövründə daha da inkişaf etdi. Siz təsəvvür edin ki, elanlar verildi, Azərbaycanın bölgələrindən eksponatlar yığılmağa başladı. Burada tarixi əsərləri, əlyazma əsərləri qeyd edə bilərik. Biz etnoqrafik materialları qeyd edə bilərik ki, bax, bütün bu məsələlərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları böyük işlər görmüş oldu və muzey işinin təməli qoyuldu və İstiqlal Muzeyi bu cəhətdən
bu baxımdan Azərbaycan muzeylərinin veteranıdır. Biz deyərdik ki, Azərbaycanda muzey sahəsində atılan ən böyük addımlardan biridir və bu gün də muzey öz fəaliyyətini davam etdirir.